Salam kanal izləyicilərim, bugün sizlərlə gördüyünüz bu donu toxuyacağıq. Bu donu toxumaq üçün Uzayın violet sapından istifadə etmişəm. Qeyd edeyim ki, bu donun ölçüsü 1 yaşında, yaş yarımda olan uşaq üçün nəzərdə tutulub. Siz ilmə saylarını biraz çox götürərək daha böyük uşaqlar üçün də toxuya bilərsiniz. İndi isə toxunuşa keçə bilərik. Donu toxumağa boğaz hissəsindən başlayıram və 92 zincir çəkirəm. Qeyd edeyim ki, 3 nömrəli qurçoqdan istifadə edirəm. Zincirləri almağa başlayarkən burada bu qədər biraz çox sap saxlayıram. Bu sap vasitəsilə donun arxa hissəsini tikəcəm. İndi isə 92 zincir alaraq başlayıram. 92 zincir toxudum. İndi isə bir sıra olacaq şəkildə trabzan toxuyacağım. 1, 2, bir daha göstərim. 1, 2. 2 zincirdən sonra 3-cü zincirdən sapımı dolayaraq trabzan toxuyuram. Bu qayda ilə sıra sonuna qədər bir sıra trabzan toxuyuram. Toplamda 91 trabzan olacaq. Bir sıranı trabzan olaraq toxudum. 91 trabzan oldu. Bu kənarda aldığım 2 zincir var idi. Onunla birlikdə 91 trabzan toxumuş oldum. İndi isə 2 zincir alıram və ikinci sıraya keçirəm. Burada isə artırma edirəm. 1 trabzan toxuyuram, 1 zincir alıram. 1 trabzan, 1 zincir. Belə. 1 trabzan toxuyuram, 1 zincir alıram. Onun yanındakı yerə 1 trabzan toxuyuram, 1 zincir alıram. 1 trabzan, 1 zincir. Bu qayda ilə sıra sonuna qədər toxuyub qaydıram. İkinci sıranı bu qayda ilə tamamlayıram. Sonuncu zincirimi də alıram. Bir trabzanda əvvəlki 2 zincirin arasından toxuyuram. Yenə 1, 2 zincir alıram. Üçüncü sırada bu zincir aldığım yerə bir trabzan toxuyuram. Onun yanındakı yerə də bir trabzan toxuyuram. Demək olar ki, hər ilmənin üzərindən bir trabzan toxuyaraq sıranı tamamlayıram. Bu boşluqdan bir trabzan toxuyuram və onun yanındakı yerdən xörüyün üzərindən bir trabzan toxuyuram. Bu qayda ilə də 3-cü sıranı tamamlayıram. Son 2 trabzan da toxuyuram. Bir, 2 zincir alıram və 4-cü sıraya keçirəm. 4-cü sıranı isə heç nə etmədən sadəcə olaraq hər boşluqdan bir trabzan toxuyaraq tamamlayıram. Bu sıranı da bu qaydada toxuyaraq tamamlayıb qaydıram. Sonuncu trabzanı da toxuyuram. Yenə 1, 2 zincir alıram. 1, 2, 3, 4 sıranı toxudum. İndi 5-ci sıradayam. 5-ci sırada artıq biz donun bu naxış hissəsini toxuyacağıq. Sıxımını çıxardacağıq. Bunun üçün 2 zincir aldım. Sap dolayıram və ikinci trabzanın üstündən 3 trabzan toxuyuram. Eyni yerdən 1, 2,
3 trabzan toxuyuram. Bir zincir alıram və yenə də 3 trabzan toxuyuram. Eyni yerə 6 trabzan toxumuş oluram. Davam edirəm. Sapı dolayıram. Buradakı yerə yox, onun yanındakı yerə yox. Bu trabzanın üstündən, buradan, bura yox, bura. Eyni qayda ilə 3 trabzan toxuyuram. Bir zincir alıram və 3 trabzan daha toxuyuram. Yenə də bir hörüyü ötürüb ikinci hörükdən eyni qayda ilə toxumağa davam edirəm. Beləcə 5-ci sıranı da bu qayda ilə tamamlayıram. Bu sıranı da tamamlayıb qayıdıram. Sonuncu sxemi də toxuyuram. Bir, iki zincir alıram. Üst sırada 1, 2, 3, 4, 5, 6. sırada biz 3 trabzan toxuyub arasında bir zincir etmişdik. Həmin zincir etdiyimiz yerin boşluğun içərisinə eyni sxemi toxuyuruq. Yəni bu boşluğa 3 trabzan toxuyuram. Bir zincir alıram və yenə 3 trabzan toxuyuram. Yenə də buradakı boşluğa zincir aldığım yerə 3 trabzandan sonra zincir aldığım yerə boşluğa 3 trabzan toxuyuram. Bir zincir alıram. Yenə 3 trabzan toxuyuram. Bu qayda ilə sıra sonuna qədər toxuyuram. Bir daha göstərim. Buradakı boşluğa 3 trabzandan sonraki zincirin olduğu yerə 3 trabzan toxuyuram. Bir zincir alıram. 3 trabzan daha əlavə edərək toxuyuram. Bu qayda ilə bu sıranı da tamamlayıram və bu sıranı tamamladıqdan sonra qol hissəsini bitirirəm və keçirəm aşağı hissəsini toxumağa. İndi mən bu sıranı da tamamlayıb qayıdıram. 6-cı sıranın sonuncu sxemini də toxuyuram. Bir trabzanda buradaki boşluğa toxuyuram. Bu 3 trabzanın yanındaki boşluğa bir trabzanda toxuyuram və bu toxuduğum hissənin sonunu bir-birinə bağlayıram. Artıq buradan sonra dairəvi formada toxunuşa davam edəcəm və qol hissələrini çıxardacağım. Trabzanı toxudum. Burada boşluq var. Həmin boşluğun yanındakı hörükdən buradan küçüğünü salaraq sürüşdürmə edirəm və sapı digər tərəfdən çıxardıram.
və bu boşluğa qədər sürüşdürmə etməyə davam edirəm. Sonuncu sürüşdürməni də bu boşluğun içine edirəm və ilməmi çıxardıram. İndi isə bura 1, 2, 3 zincir alıram. Buradan sonra artıq toxunuşları trabzan formasında yox, ikili trabzan formasında toxuyacağım. 3 zincir aldım və sapı 2 dəfə qırçokuma dolayıram. Eyni toxunuş olacaq, sadəcə olaraq ikili trabzanla toxunacaq. Qırçokuma 2 sapı doladım və boşluğun içərisindən sapları bir-bir çıxardıram. Yenə 2 dəfə sapı dolayıram. Eyni yerə ikili trabzan toxuyuram. Bir zincir alıram. Yenə həmin yerə 3 ikili trabzan toxuyuram. 1 2 və 3. Burada 3 zincir toxumuşdum. 1 və onun yanındakı 2 ikili trabzan və 1 zincir və 3 ikili trabzan. Əvvəlki sxemdir, sadəcə olaraq ikili trabzanlarla davam edirəm toxunuşa. Yenə eyni qaydada sapı 2 dəfə dolayıram. Buradakı boşluğa 6 dəfə ikili trabzan toxuyacağım. 3 dənədən sonra bir zincir çəkərək 3 ikili trabzanı toxudum. Bir zincir çəkdim və yenə 3 ikili trabzan toxuyuram. Bir daha göstərim. Eyni boşluğa 3 ikili trabzan toxuyuram. Bir zincir alıram və yenə 3 ikili trabzan toxuyuram. Burada kənarlarda toplam tam sırada 90 ədəd bu sxemdən var. Biz qolun altına qədər, arxadan bu qol tərəfə qədər toplam 13 bu sxemi toxuyuruq. Daha sonra 19 bu sxemi qol üçün saxlayırıq. Belə göstərim. Bu arxa hissəsidir. Bu arxada 13 sxemi toxuyuruq. 19 sxemi toxumadan 26 sxemi toxuyuruq. Daha sonra yenə 19 sxemi toxumuruq. Yenə 13 sxemi toxuyuruq. Bundan sonra tam ətrafını birlikdə toxuyacağıq dairəvi şəkildə. Bundan sonra 52 sxem qalacaq. Ancaq biz burada da bir sxem əlavə edəcəyik, boşluq olmasın deyə 53 sxemimiz olacaq. Dairə şəklində davam edəcəyik toxumağa və buradan sonra qolları toxumayacağıq. İndi isə davam edək. Mən indi burada 13 sxemi toxuyuram. Qol tərəfə çatıb qayıdıram. 13 sxem toxudum. İndi isə 19 sxemi sayıram. 19 sxemi qolun kənarı üçün ayırıram. 1 2 3 zincir toxuyuram və bu 20-ci sxemə ikili trabzan olaraq əvvəlki sxemi toxuyuram. 2 3 ikili trabzan, bir zincir və yenə 3 ikili trabzan.
Bu qayda ilə toplam 26 sxem də toxuyuram ön hissəsi üçün. Birini toxudum, 25 sxemi də toxuyub qayıdıram. 26 sxemi toxudum, yenə 3 zincir alıram və bu tərəfdən 19 sxemi sayıram. Bu hissəni toxumadan 20-ci yerdən, buradan boşluqdan ikili trabzan toxuyaraq eyni sxemi davam edirəm. Burada 13 sxem qalır. Birini toxudum, 12-sini də eyni qayda ilə toxuyub qayıdıram. Sonuncu 13-cü sxemi də toxudum. İndi isə buradakı boşluğa da bir sxem toxuyuram. Eyni qayda ilə sadəcə olaraq bu boşluğun içərisindən İndi isə bu 3 zincir toxuduğum yerin başına köçokumu salaraq sürüşdürmə edirəm. Sıranı tamamlayıram və yenə sürüşdürmə edərək, buradan köçokumu salıram və sürüşdürmə edərək bu boşluğun içərisindən gəlirəm və 1, 2, 3 zincir alıram. 2 ikili trabzan toxuyuram. Eyni qayda ilə bir zincir alıram. Yenə 3 ikili trabzan toxuyuram. İndi isə eyni qayda ilə aşağıya doğru toxuyacağıq. Deyim niyə bu hissəsini boş qoydum? Burasını tikəcəm. Çünki bəzən ola bilsin ki, uşağımız böyüyəndə də bunu geyindirdik. Bu hissəsi başından keçərkən incitməsin deyə burasını biraz boş qoyuram. Daha sonra bu artıq qalan sapla orasını tikirəm. İstəsəniz bu sapı kəsərək, bura adi zincir toxunuşu ilə də sap keçirərək arxasına bantik bağlaya bilərsiniz. Bu donun qabaq hissəsidir, burası isə arxa hissəsidir. Bura qollar. Bir şey də deyim. Burada mən 3 zincir toxumuşam qol hissəsindən ötürü. İndi 1, 2, 3, 4, 5, 6, 7-ci sıranı toxumuşam və 8-ci sıranı toxuyacağım. Artıq 8-ci sırada burada olan 3 zinciri 2 zincir olaraq toxuyacağım. 2 zincir olaraq toxuyacağım. 9-cu sırada isə o 2 zinciri 1 zincir olaraq toxuyacağım və davam edəcəm toxunuşa. Sadə, yəni əvvəlki qaydada sxem toxumağa davam edəcəm. Bu arxa hissəsində də göstərdim necə üst sıraya keçmək lazımdır. Onu da qeyd edeyim ki, toplamda buradan sxemi toxlamağa başlamışam. Buradan sayacağım və toplamda 15 sıra bənövşəyi sapla bu sxemi toxumuş olacağım. Daha sonra bir sırada malako rəngli sapla eyni sxemi toxuyacağım və 16 sıra bu sxemdən toxumuş olacağım. Beləcə donum hazır olacaq. Sadəcə olaraq biraz vaxt aparır. Ola bilsin ki, çox klyoş alınıb deyə, amma sonunda çox gözəl bir şey ortaya çıxır. Artıq indi isə 3 sıranı toxumuşam. Qalan 12 sıranı da bu sxemlə toxuyub bitirib qayıdıb gəlirəm. Toplamda 15 sıra həmən sxemi toxudum.
buradan, yəni ilk sxem toxuduğum yerdən başlayaraq sayıram. Burada 2 sıranı mən trabzan olaraq toxumuşdum. Ardınca isə qalan 13 sıranı ikili trabzan olaraq toxumuşam. Bir də onu qeyd edeyim ki, bayaq demişdim, yenə də qeyd edeyim. Bu qol altı hissəsində qol altına keçid edərkən ilk dəfə birinci sırada 3 zincir toxuyub ikinci sxemə keçirik. Ondan sonraki sırada 2 zincir toxuyuruq bu arada. Ondan sonraki sırada isə 1 zincir toxuyuruq. Daha sonra gələn sıralarda isə heç bir zincir toxumadan sxemi davam edirik. İndi isə mən 15 sıradan sonra sapımı kəsmişəm artıq. İndi isə bir sıra malko rəngli sapla toxunuş edəcəm. Eyni sxemi toxuyacağam və bu boşluqdan mən qırçok salıram. Bir ilmə buradan çıxardıram. Bu ilməni belə götürmüşəm bu qaydayla. 1, 2, 3 zincir alıram. Eyni yerə 2 ikili trabzan toxuyuram. Daha sonra bir zincir toxuyuram və eyni yerə yenidən 3 ikili trabzan toxuyuram. Həmən ki sxemi başlayıram eyni qaydayla toxumağa və bir sıranı eyni qaydayla toxuyub bitirirəm və demək olar ki donum artıq hazır olur. Üçünü toxudum, keçirəm digərini toxumağa. Bir sırada malakov rəngli sapla toxuyacağım, bitirəcəm. Daha sonra donun yuxarı hissəsindən, yaxa hissəsindən bir sıra sıx iynə toxunuşu ilə gedəcəm və qol hissəsində də bir sıra sıx iynə toxunuşu edəcəm. Hələ ki mən bir sıra malakov rəngli sapla bu aşağı hissəsini də tamamlayıb qayıdıram. Balaq hissəsinin sonuncu sxemini də toxudum. İndi isə sürüşdürmə edərək sapımı bağlayıram və kəsirəm. İndi isə yaxa hissəsinin sıx iynələrini toxumağa başlayacağım. Sadə qaydada bu hissəsi çərib tikiləcək. Bu hissəsindən yox, ancaq buradan başlayaraq toxunuş edəcəm. İndi bu arxa hissəsini tikim sapla. Daha sonra toxunuş edəcəm. İki tərəfi üz-üzə gətirərək bu arxa hissəsini bu qaydada tikirəm. Tikdim arxasını. İndi isə arxasının bu orta hissəsindən başlayaraq, buradan başlayaraq mən sıx iynələri toxuyuram. Bir zincir alıram. Onun yanındakı yerə bir sıx iynə toxuyuram. Daha sonra onun yanındakı yerə də sıx iynə toxuyuram və sıra sonuna qədər, yəni boyun hissəsi tamamlanana qədər hər yerə bir sıx iynə toxuyuram. Yaxa hissəsinin kənarındakı hər yerə, buralara, belə yaxından göstərim, buralara, hər boşluğa bir sıx iynə toxuyuram. Bu qaydayla sıranı tamamlayıram.
Bir tərəfinin qolunu və yaxa hissəsini tam olaraq tamamladım. Digər tərəfin qolunu da sizinlə birlikdə toxumaq istəyirəm. Ön hissədən yox, toxunuşa arxa hissədən başlayırıq. Tam buradan, bu 3 zincirdən bu tərəfdən. Buradan mən zincirimi alıram və digər tərəfdən çıxardıram və bir sıx toxunuş edirəm eyni yerə. Başlayıram toxumağa. Bu boşluğa da bir sıx iğnə toxuyuram. Buradakı ikili trabzana 3 sıx iğnə toxuyuram. Daha sonra bu boşluğa da bir sıx iğnə toxuyuram. Bu 3 zincirə də 3 sıx iğnə toxuyuram. Yine bu boşluğa bir sıx iğnə. Burada 3 sıx iğnə toxuyuram. Bu boşluğa da bir sıx iğnə. Artıq buradan sonra qolun bütün kənar hissəsinə sıx iğnələr toxuyaraq davam edirəm. Hər hörüyün hər boşluğuna bir sıx iğnə toxuyuram. Bu arada olan bir zincirin də tam bu boşluğundan bir sıx iğnə toxuyuram. Sıra sonuna qədər hər boşluğa, hər zincirə bir sıx iğnə toxuyaraq sıranı tamamlayıram. Və bu tərəfin də qol hissəsinin kənarını bitirmiş oluram. Və beləcə gördüyünüz bu don artıq hazır olacaq. İndi isə oranı da tamamlayıb qayıdıram. Qol hissəsinin altını da tamamladım və sonuncu sıx iğnəni də toxuyuram. Bir sürüşdürmə edərək burada artıq toxunuşunu tamamlayıram. Sapı kəsirəm. Bu arxada ilk başladığım yerdə olan sapla düyüm atıram və toxunuşu tamamlayıram. Beləcə artıq don hazırdır. Onu qeyd eləmək istəyirəm ki, bizdə buna don deyilir, bu geyimə don deyilir. Azərbaycanda türklər isə əlbisə deyir. Don onlarda biraz gülünc səslənmiş ola bilər, ancaq bizdə don deyilir. Neysə, bu sapları içəridə gizlədəcəm. Təbii ki, bir daha qeyd edeyim, bu don 1 yaş yarım uşaq üçün nəzərdə tutulub. Hansı ki, siz toxumaq istəsəniz, biraz ilmə saylarını gərək böyük götürəsiniz. Nəysə əlavə sualınız olarsa, yorumlarda qeyd etsəniz, məmnuniyyətlə cavablandıracağam. İndi isə izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.